Gəldim, inanın ki, gəzə bilmirəm də 50 dəfə dururam, bu qaraciyərlə bağlıdır. Çünki təzə bilirəm yazıb, Günay. Günay, bax belə-belə vur, belə-belə görəcəksən, ürəklər gedir. Salam, sizə çox hörmət, kim var? İdi, nəysə, Orxan yazır ki, sizə çox hörmətim var. Hə, hörmətimi itirmişəm sizin qarşınızda. Niyə? Kənan bəyə görə heç itməsin hörmətim. Canım mənim, ona görə. Yoxdursa, yoxdur. Yazıq adam, buyur. Salam, necəsən, Cəko, nə var, nə yox, canım mənim. Yaxşı ol, günəşli səhər, salam eşi, salam, necəsən, nə var, nə yox. Əcəb edirsən yazılar, 1956, sağ ol, ürəyim. Ərə getdin, valla getməmişəm, ay valla ərə gedəndə getməmişəm, oturmuşam, uşaqların yanındayam, ərə gedəndə toy olur, vağzalı çalınır, fayton gəlir, nə bilim, gəlinlik giyinilir, toy abu havası var məndə, yəni. Yaxşı olar, sağ ol, Çəko, toy abu havası var bizim evdə, məndə. Gülüm, salam, necəsən, ay gülüm. Hə, canım, valla, tıklayıram, eşi, malades, tıklayın, dostlar, hələ baxacam kim tıklayır, kim yox. Mən burada görürəm kim tıklayır, kim yox. Sizi kimi qadınlar, bizim kimi qadınlar xoşbaxt olmağa layiqdirlər, əlbəttə, canım mənim. Mən də ona çalışıram da, canım. Toy edəsiyik mi, yoxsa edəsicəm? İnşallah, inşallah. Allahın günləri çoxdur, baxaq görək, nə bax. Dili ağıza düşdüm, göz dəydi mənə. Mən də tıklayıram valla, tıkla canan, baxım görüm, hələ keçim dayan bu yana görüm. Tıklama çox zəifdir, günəşli səhər, çox zəifdir tıklama, canım mənim. İş yox, güc yox, durun qızlara kömək edin. Evimiz, baxın, mən gəlincə. Nüfus evi silib, süpürüb, təmizləyib, xəstə halı ilə inanırsınız. Xlorlayıb bütün yeri, biz həftədə bir dəfə xlorlayırlar hər yeri uşaqlar. Nigar o işə baxır. Yazıq uşaq xəstə, nasıl giyin ayağıba, iynə dərman eləyirsən, ay bala. Hər sözü demənin gözdəyir, ha, valla, Günay. Zaks Bey, toy biraz abartılı değil mi? Zaks Bey'se toy deyəndə böyük bir toy deyil. Yəni ki, olmayacaq yəqin ki, böyük bir toy, canım mənim. Qonaqlıq da belə deyək. Amma fayton olacaq. 100% fayton olmalıdır. Faytonsuz heç yana köçmək, getmək yoxdur. Hələ bilmək olmaz, bəlkə faytonla mən Polşaya gedə bilərəm. Qara yollarla. Sənə Ceyranın gözü də. Salam, Qoçu dərəsi, necəsiz? Canan kimsə sizi ağladır, o isə kişi olsa meydana çıxardım. Bəzən olur, insanlar eyni deyirlər. İnsanlar öz işindən, gücündən hülkürlər. Nə bilim, nə olar da, ümidimi mən də o verilişə gəlmir deyə sözü doğrusu, mən də ümidimi üzmüşəm, valla. Ay xanım, otur. Mən ərə getmirəm, mən qulaq yoldaşı, qulağımı onun qulağına, mənim qulağıma, onun qulağına, mən ərə getmirəm, qulaq yoldaşına gedirəm. TikTok olmasaydı nə edərdik? Hamımız nə edirsə, biz də onu edərdik. İndiyə qədər TikTokla yaşamışıq. Rayon doludur. Daçka ilə. Mənə daçka yox, mənə fayton. Bəzədilmiş, mən bilirəm, sən rayondansan, yazırsan, daçka doludur. O daçka sənə yaraşar, canım, mənə fayton, mənə gözəllik yaraşar. Başa düşdün sən? Eşi, belə bilirəm, şişmişəm, ekranda elə şişmişəm, canan, hər ki şişmişəm. Gəlib çəkimi ölçülər o gün Kəpəz klinikasında.
71 idi, yoxsa 75 kilo gəlirəm. Hansı ki, mən 60 kilo deyildim. O da qaraciyərin piylənməsidir, başa düşürsünüz, ondan irəli gəlir. Ona görə ayağım şişir, bir də görürsünüz, əllər şişir, üst şişir, şiş ondandır. Qəmli deyir, necəsən, sağ ol, qulaq yoldaşı. 71 ya, kim deyir 71? Müəllim mənim yaşımı çoxaldı, bey orada, ay bala. Mənim 60 yaşım yoxdur hələ, müəllim 30 yaşımı çoxaldır, zarafat edir. Mən tam hələ 52 yaşın içindəyim, ay dostlar. Müəllim orada abardır mənim yaşımı 60 elədi, yoxsa 62, 61 eləyir mənim yaşım. Nəyə elədir? Ürək dərmanı yox bitir. Rəfiqəm əvvəlki rəhmətə gedib, o səni tanıyır. Kim? Rəfiqə müəllimə? Allah rəhmət eləsin. Rəfiqə müəllimə, siz mədəni xanımsınız. İstəməzsin belə olsun, kənar sizi pis vəziyyətdə qoydu. Eybi yox, Allah var. Mənim pis vəziyyətdə qoyub olmayanda olmayacaq. Mən niyə pis vəziyyətdə? Mən geçsəm, qayıtsam pis vəziyyətdə qalardım. Yəni ki, utanardım. Mən heç yana getməmişim. Bilirsiniz, sizlərin yanındayam, balalarımın yanındayam. Heç yana getməmişim ki. Mən Zaqataladan yazıram. Qəmli, niyə qəmlisən sən? Niyə adını qəmli qoydun? Ürəyim, qəmli olma. Onu bil ki, hər nə qədər qəmli olsaq bu həyatda, ondan sonra həyatımız amansız olsa belə yaşamağa dəyər. Ay qəmli, adını dəyiş. Güləriz qoy. Dərdimiz, sərimiz də olsa gülək belə. Bəxtsizəm, elə demək canım mənim, elə demək, ay qəmli, elə demək. Tanrısan, mən ər axtarmıram, mən qulaq yoldaşı axtarıram. Qulaqlarım şəklənsin belə. Qiymətli profilinin adı nədir? Qiymətli profilinin bir adı nədir? Mən deyə bilmərəm onun adını, adı elə qiymətlidir. Elə balalarını buraxmanım. Sənin ay Allah, ay Allah. 60 yaşım, yaşından utan. Bu qız, ay Esvira, yaşından utan, başından utan. İndi sənin ərə gedən vaxtındır, utanmırsan sən. Getməmişəm canım, bu yaxınlarda baxaq görək də və yüzə çıxır ki, gedim də. Allah qorusun sizləri, sağ ol, qəmli canım mənim. Taladansan sən, heç qəmli olma, ürəyim. Qulaq yoldaşım balaların. Kim ərə gedir sizə nə, vallah elə. Ay qəmli, bunlar danışa-danışa məni evdə qoydular, görürsən, canım mənim. Düz deyirsən canım, belə deyim. Ay eşidim və agah olun, 100 yaşım var, sonra... 5 mərtəbədən salam ver. Hara? Salam 5 mərtəbədən Ülviyə, canım mənim. Mama gelin qala düzündəsən, ha, Ülviyə. 5 mərtəbəyə salam. Sən ona, nə hərəkətdir? Sən öz yerə utanı, bunun adı nədir? Baba gel, sən öz yerə utan, canım mənim. Mənim yerimə utanmağa qızlarım da var, özüm də varam. Sən öz yerə utan ki, sən başqa səhifələrə gəlib, bax, belə mənasız söz yazırsan, ürək, mən sənin yerə utandım. Çox utandım. Get özünə gün güzaran qur, can, Tunar da yazıb. Tunar yazıb ki, get özünə gün güzaran qur. Düz deyirsən canım mənim, özümə gün güzaran qurmalıyam. Hələ bilmək olmaz dünyanın işini. Natiq doktor dünən nə danışırdı, gördünüz verilişdə. Bilmək olmaz dünyanın işlərini. Hər öz dərdini çəksin, hə, qəmli. Arzum Nigar, arzum nədir ki? Düz deyir də Nigar, sən arzum niyə qoymursan adı? İstəyəcəm biridir ki, Nigar niyə adını elə qoyur? Elə qoymuşam, bir həftədən sonra dəyişəcəm də. Bir həftədən sonra dəyişəcək də, indi dəyişə bilmir o arzum adını. Arzum Nigarın adıdır, profilidir. Bir həftədən olacaq, nə olacaq Nigar bir həftədən? Düzəldəcək, düşünməyib nə olacaq? Rahil Hacızadedir ki, pis nümunəsiz gənclərə. Ay bacı, bu söhbətə kimi gənclər çoxdan nümunələrdən çıxıblar.
Narahat olmayın. Evinizdəkiler yaxşı nümunə olsunlar ay bacı. Siz niyə bizdən baxın? Dayan. Seni o sözün üstünde adam bir şey. Pis nümune bizim kızlar, bizim nümune. Səni deyir də, yəni 60 yaşdan sonra ailə qursun. Niye evlilik programında aile kurmayıblar? Doktorlar xoşbəxt yaşayırlar, Koçugil, Həqiqət xanımgil. Ben buradan onu salamlayıram. Dünən verilişə gəlmişdi. O kadar şirin qadın, o kadar namik salam ürəyim. Elgiz'in programında, Elgiz Bey'in programında evlenmişler, xoşbəxtdirlər. İndi 63 yaşındadır ərə getmişəm. Xanım deyir, Həqiqət xanım. Ben buradan ona daha da xoşbəxtlik arzulayıram. Deyir, o qədər xoşbəxtəm. O qədər bir xoşbəxtəm ki, Həqiqət xanım, Həqiqətdir də onun adı. O qədər bir xoşbəxtəm, Esmira xanım dünən məndən bir yerdəydi, verilişdəydik biz. Ailə quracağım. Bəli, Ülviyə xanım, həqiqətdir də adı o xanımın. Deyir, o qədər xoşbəxtəm ki, Esmira xanım mən deyir, o qoçudur, yoldaşın adı deyir, TikTok'dadılar onlar. O qoçu dayına səs salırlar. O qoçu dayı deyil. Bilirəm də səs salır. Zarina, salam, necəsən Zarina? Bu bizim Zarinadır, görəsən. Boş ver, ne kuş deyirlər. Esmira xanım, Allah bayramlarına xoşbəxt deyil. Amin, amin. Biz ailəlikcə inşallah xoşbəxt olarıq, ailəlikcə. Toyunuz nə vaxtı? Bəy ortaya çıxsın ki, toy olsun. Bəy olmadan toy olur. Bəy deyir, mən verilişə gəlmirəm, biz də dayandırmışıq hər şeyi. Elə sizin bəzi sözlərinizə görə bir də gördünüz, bəy qaçdı. Nə yaparam mən? Salam dostlar, ekranı kim tıklayacaq? İskəndərə vardı bu deyəsən. Toçun özüdür, canım mənim. Deyir, get sənə yaxşı baxar. Əlbəttə ki, düz edirsiniz, inanın yazırlar. Mən elə bil ki, bu 60 yaşı keçən qadınların səsiyəm. O qədər insanların, qadınlarımız var ki, qorxurlar, evlənməyə qorxurlar. Əslində bu evlilik deyil, bu qulaq yoldaşı, dost tapmaqdır. Özümüzə dost tapırıq. Özümüzə bax, Həqiqət xanımı görürsünüz. Dünən verilişə gəlmişdi, bugün də yəqin ki olacaq. TikTok'dadır o gözəl xanım. Çox gözəl deyil o xanımı, görsən nigar. O qədər gözəl xanımdır ki. Görürsünüz necə xoşbəxtdir. Var olun, yazın. Ev aldır, evi var canım mənim, evi də var, bağı da var, ondan sonra... Oxumursunuz, hamını görməyim ama. Oxumursunuz, canım mənim, hamı gün uçur şeylər yazılar. Əslində mən sözün doğrusu bu yaşlı qadınların bir səsiyəm. Nəyə görə ki, niyə o qadınlar utanmalıdırlar, yerə girməlidirlər ki, güya ki, şeylirlər, olmaz deyən bir şey deyil. Xoşbəxtliyi harada, nə vaxt yaxaladınsa, o zaman sən xoşbəxt ola bilərsən. Niyə də o xoşbəxtlik şansını əlindən qaçırasan, ay dostlar. Dobraya utro, solnышко yazır mənim sevimli Sevinç xanım. Dobraya utro, moya dорогая Sevinç xanım. Tıklayın ay dostlar. Salam, heç kimin sözünə baxmayın, gedin xoşbəxt olun. Canım mənim, çox sağ olun. Məni o qədər insanlar dəstəkləyirlər. O qədər çölə bax, çıxmışam, getmişəm mağazinə, banka. Kim məni görüb tanıyırsa hamısı deyir, Esmira xanım, heç nəyə baxmayın, geriyə baxmayın, gedin. Həqiqət xanım gündə qoçu ilə dalaşırlar. Onlar şirin dalaşırlar, mən baxmışam onlara. Şirin dalaşırlar. Həqiqət xanımı mən çox sevirəm. Onu mən çox istəyirəm, onu mən dəstəkləyirəm bir qadın kimi. Bəli, dünəllərin verilişdə mənə dedi, Esmira xanım, mən o qədər xoşbəxtəm ki, tövsiyə edirəm ki, siz də bu xoşbəxtçiliyi yaxalayasınız, yəni gedəsiniz. Burada nə var ki, əslində yaşlı xanımlar özlərinə ər demək olmaz ona, bir dost axtarırlar, bir qulaq yoldaşı axtarırlar, bir yerdə parka keçirlər ki, mən özümə baxıram, özümü tanıya bilmirəm ki, yəni bu mənəm, verilişə baxıram. Nə olub mənə? Şükür Allaha, ağız yerində, burun yerində, göz yerində, qaş yerində, fizionomiya yerində, əyilməmişəm, bükülməmişəm, yerə çatmamışam, batmamışam. Niyə də olmasın?
Allah kızının şəfasını versin, xoşbəxt olmağa layiqsiniz. Ürəyim çox sağ ol canım mənim. Niyə Esmira kimi bir çox qadınlar həmişə dərd çəkməlidirlər? Ağlamalıdırlar. Niyə bizim gülməyə haqqımız yoxmu? Bizim bir yerdə getməyə, parka, ora, bura, Polşaya, ora, bura haqqımız